Mandarin çox güclü vitamin mənbəyidir. 100 qram mandarin gündəlik C vitamini ehtiyacımızın 40%-ni qarşılayır. Bununla yanaşı A vitamini, B qrupu vitaminləri, kalium, maqnezium və liflə də zəngindir. Bu maddələr immuniteti gücləndirir, həzmi yaxşılaşdırır, bədəni xəstəliklərdən qoruyur. Mandarin ürək və damar sağlamlığı üçün də çox faydalıdır. İçindəki flavonoidlər xolesterini azaldır, kalium isə qan təzyiqini normallaşdırır. Nəticədə ürək-damar xəstəliklərinin riski azalır. Dəri və gözlərimiz üçün də möcüzədir. Beta-karotin dərini gənc saxlayır, qırışların qarşısını alır, göz sağlamlığını qoruyur, xüsusilə gecə görməsini yaxşılaşdırır. Arıqlamaq istəyənlər üçün mandarin ideal seçimdir. Çünki 100 qramda cəmi 50 kalori var. Lif tərkibi uzun müddət toxluq hissi yaradır. Təbii şəkərlər isə bədənə enerji verir. Mandarinin qoxusu belə faydalıdır. Qabığından çıxan ətir stresi azaldır, əsəbləri sakitləşdirir, rahat yuxuya kömək edir. Qışda evdə mandarin qoxusu həm əhvalı yaxşılaşdırır, həm də sakitlik gətirir. Elmi araşdırmalar göstərir ki, mandarin və digər sitrus meyvələrindəki maddələr xərçəng hüceyrələrinin inkişafını ləngidə bilər. Xüsusilə qaraciyər və mədə xərçəngi riskini azaltmaqda faydalı ola bilər. İndi isə gəlin mandarinin zərərlərinə baxaq. Əgər mədə problemləriniz varsa, məsələn qastrit və ya mədə xorası, çox mandarin yemək turşuluğu artıraraq narahatlıq yarada bilər. Bəzi insanlarda sitrus meyvələri allergiya, səpgilər və qaşınma törədir. Buna da diqqət etmək lazımdır. Mandarin nisbətən az kalori versə də şəkəri var. Ona görə də diabet xəstələri mandarin qəbulunu həkimlə məsləhətləşərək məhdudlaşdırmalıdır. Çox yemək qaraciyər və böyrəklərə də əlavə yük sala bilər. Və ən vacibi, 1 yaşdan kiçik uşaqlara mandarin vermək məsləhət görülmür. Nəticə olaraq mandarin həm dadlı, həm də çox faydalı bir meyvədir. Amma hər şeydə olduğu kimi burada da ölçünü saxlamaq lazımdır. Bəs siz gündə neçə mandarin yersiniz? Şərhlərdə yazın. Görək kim mandarin aşiqidir. Videonu bəyəndinizsə kanala abunə olmağı və zəng işarəsini basmağı unutmayın.